Hansını seçməliyik? Müvəqqəti əziyyət yoxsa uzun müddətli istirab? Hər birimizin həyatında müxtəlif qorxular, təşvişlər olur. Kiminin qapalı yer qorxusu var, lift qorxusu var, təyyarə qorxusu var. Kimi insanlarla ünsiyyət qorxusu yaşayır, kimi tək qalmaqdan qorxur. Qorxu əslində özlüyündə pis his deyil. Əksinə bizi təhlükələrdən qoruyur. Bir növ bizi ayıq-sayıq saxlayır. Lakin bəzən bu qorxu real təhlükələrdən yox, sadəcə narahat ola biləcəyimiz ehtimallardan doğur. Və o zaman bizi qorumaq yerinə əksinə məhdudlaşdıra bilir. Və ən maraqlısı da budur ki, insanlar qorxudan qaçdıqca o daha da böyüyür. Təsəvvür et, bir qrup insan içindəsən, kiminləsə ünsiyyətə başlamalısan, amma o addımı atmaq sənə o qədər çətin gəlir ki, birdən-birə içində bir səs deyir ki, boş ver, heç başlama, heç danışma, ehtiyac da yoxdur. Və sən o an bir rahatlıq hiss edirsən. Canım qurtardı deyirsən. Çünki o anlıq narahatlıqdan, yəni o anki əziyyətdən qaçdın. Lakin bu keçici narahatlıq səni əslində uzun müddətli istiraba sürükləyir. Hər dəfə qorxudan yayındıqca içindəki bacarmaram hissi daha da böyüyür. Zamanla insanlarla ünsiyyət daha da çətinləşir, tənhalıq hissi artır, özünü get-gedə daha çox kənarda hiss edirsən və anlaşılmaz hiss edirsən. Və bu da öz növbəsində dərin bir iztirab hissi yaşadır sənə. Halbuki o çətin anda o əziyyətə dözə bilsən, məsələn, sadəcə bir salam desən və yaxud da sual versən, o qorxunun üstünə getmiş olursan. Və bu da sənə əslində böyük bir azadlıq verir. O anlar getdikcə asanlaşır. Çünki qorxunun fərqində olub onu həzm etmək, onu analiz etməyə cəhd göstərmək səni uzun müddətli istirabdan xilas edə bilər.